بسم الله الرحمن الرحيم إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا وسيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن نبينا محمد وعلى آله وأصحابه أجمعين الحمد لله الذي هدانا لهذا وما كنا لنهتدي لولا أن هدانا الله أما بعد hamınızı tekrar salamlayıram. Selamun aleyküm ve rahmetullahi ve berekatuhu. Bu kardeşler bizim yeni görüşümüz sayılır. Allah Teala bu görüşü bizlere nasip ettiğine göre ve bizleri bugün tekrar görüşmeye muvaffak ettiğine göre Allah Teala hamd olsun, şükürler olsun. Hamde ve şükre layık olan da odur. Bugün sizlerle paylaşmak istediğim ders kardeşler, bu mevzu bütün İslam ümmetine ait olan bir mevzudur. Yani hansısa bir təbəqəyə ait olup da hansısa bir təbəqəyə ait olmayan bir mevzu değil. Şamil bir mevzudur. İster genç olsun, orta yaşlı olsun, yaşlı insan olsun, kadın, kişi, cahil olsun, alim olsun, elm tələbəsi olsun, dəvətçi olsun, fərqi yoxdur. Bir Müslüman ümmət olaraq hər kəsin bilməsi lazım olan, şəriətdə tələb olunan məsələlərdən biridir. Mövzu qardaşlar, alimlər haqqında olacaq, Əhl-i Sünnə vəl Cəmaanın alimlərə qarşı mövqeyi haqqında olacaq. İnşallah çalışacağım ki, bu dərsimizdə alimlərin kitab və sünnədə, yəni alimlərin fəzilətinə toxunum və bu fəziləti kitab və sünnə ilə bəzətim. Yəni onların fəzilətinə dəlalət edən bir neçə dəlil söyləyim, həm kitabdan, həm sünnədən. Və sonra Əhl-i Sünnə vəl Cəmaanın əqidəsinə görə alimlərə tən etməyin nə qədər təhlükəli olmağına toxunun. Və sonra alimlərə tən etməyin ümumi şəkildə və xüsusi şəkildə də bu əsrdə hansı səbəblərdən meydana gəlir, bu səbəbləri öyrənməyə toxunum və bunları da bilməyə çalışaq. Dördüncü olaraq qardaşlar, alimlərə tən eləməyin nə qədər bəxş etdiyi pis təsirlər varsa, onlara toxunmağa çalışacağım. Beşinci olaraq da bu xəstəlikdən, bu müsibətdən hansı yollarla xilas olmaq olar, o məsələlərə toxunmağa çalışacağım. Allah Teala'dan istəyirəm ki, bizləri bu məsələləri ərz eləməkdə, bunları anlamaqda və əməl etməkdə bizlərə yardım eləsin. Qardaşlar, alimlərin fəzilətini danışmaqda mənə elə gəlir ki, nəinki bu dərs, nəinki bir neçə dərs, alimlərin fəzilətini biz haqqı ilə anlatası olsaq, bir neçə və belə görüşlərə geniş şəkildə ehtiyacımız var. Lakin hamısını əldə edə bilməsək də, hamısını da tərk eləməmiz doğru deyil. Lakin çalışacaq, yaxınlaşdıraq və anlamağa çalışaq. Quran-ı Kərim doludur qardaşlar alimlərin məkanətini, alimlərin mənzilini bəyan edən ayətlərlə. Və həmçinin sünnə və elə bir hədis kitabı sən tapmazsan ki, orada bu haqda bab olmasın. Orada bu haqda onlarca hədislər olmasın. Elə bir alimin sözünü tapmazsan ki, alimlərin haqqında, onların fəzilət haqqında sözü söhbəti olmasın. Qısacası qardaşlar, alimlərin fəzilətinə dəlalət eləyən ən açıq aydın, ən məşhur olan ayələrdən Ali-İmran surəsinin 118-ci ayəsi. Allah Teala Ali-İmran surəsinin 118-ci ayəsində buyurur: Əuzu billahi mineşşeytanirracim. Şəhidallahu ennehu la ilahe illa huve vel melaiketu ve ulul ilmi qaimen bil qist. Bu ayətə diqqət yetirin mənimlə bərabər. Allah özündən başqa ibadətə layiq olan ma'budun olmadığına şahidlik etdi. Mələklər və elm sahibləri də
şahidlik etdilər. Yəni Allahın haqqı ilə ibadətə layiq olan yeganə məbud olmağına. Bu açıq-aşkar dəlalət edir, əziz qardaşlarım, alimlərin fəzilətinə. Alim dedikdə nəzərdə tutduğum şər'i alimlərdir. Kitab və sünnəni bilən alimlərdir. Elminə əməl edən alimlərdir. Bunlara Rabbani alimlər deyilir. Elm əhli deyir ki, bu ayədə açıq-aşkar alimlərin fəziləti ortadadır iki nöqtə baxımından. Birinci nöqtə, Allah Taala ancaq alimlərin şəhadətini zikr eləyir, onun vəhdəniyyətində, ibadətə layiq olmağında başqa insanları zikr eləmir bu ayədə. İnsanlar bilirsiniz, təbəqələrə bölünür, qardaşlar. İnsanlardan mühəndislər var, insanlardan həkimlər var, insanlardan güclü olanlar var, pəhləvanlar var, igidlər var, varlı insanlar var və s. kimi. Lakin Allah Taala öz vəhdəniyyətinə şahidlik etmək üçün ancaq alimləri zikr edir bu ayədə. Və Allah Taala onları bu ayədə bu ən şərəfli bir məsələ ilə onları xüsusiləşdirməsi onların ən böyük fəzilətinə dəlalət edir. İkinci nöqtə, əziz qardaşlarım, ayədən alimlərin fəzilətinə dair ikinci fayda nöqtəsi, Allah Taala alimlərin şəhadətini, tək onun ibadətə layiq olduğunu isbat eləmək üçün Allah Taala və yaxud da insanlara demək üçün öz şəhadəti ilə alimlərin şəhadətini bərabər şəkildə Allah Taala zikr eləyir. Və bu bərabər şəkildə zikr olunması Əhl-i Sünnə vəl Cəmaənin etiqadına görə o şeyin fəzilətinə dəlalət eləyir. Başqa bir ayədə Allah Taala buyurur: "Qul hal yestevillezine ya'lemun ve'llezine la ya'lemun innema yetezekkeru ulul albab." Zumar surəsi 9-cu ayə. Heç bilənlərlə bilməyənlər eyni ola bilər. Bu etiraz cümləsidir, möhtərəm qardaşlar. Etiraz cümləsidir ki, bilənlərlə bilməyənlər heç eyni ola bilər. Bundan ancaq ağıl sahibləri düşünüb ibrət ala bilərlər. Çünki əksər insanlar, qardaşlar, özünü bəyənməkdədir. Əksər insanlar özünün arxasını yerə qoymaq istəmir. Oxumasa belə, təhsil almasa da belə, hətta az oxumuş olsa belə hər kəs özünü bilən kimi bilir. Lakin həqiqi ağıl oradadır ki, həqiqi ağıl sahibləri oradadır ki, birinci özünü tanıyır kim olduğunu, ikincisi də həqiqi bilənlə həqiqi bilməyəni ayrı edə bilir. Amma nəfsinə uyan, arxasını yerə vurmaq istəməyən, özünü bəyənən heç vaxt bu həqiqəti dərk edə bilməz. Allah Taala buyurur, yəni ki, özünü bilənlə bilməyənlə eyni ola bilər. Yəni şəriəti bilənlə, Allahı tanıyanla, Allahın halal haramlarını bilənlə, bunları bilməyən eyni ola bilər. Eyni ola bilməz. İnsan özünü bəyənsə də, özünü bəyənməsə də gərək qabağına bu şeyləri qoysun ki, Allahın dinindən nəyi bilir və nəyi bilmir. Və bu zaman onu aşkar olacaq ki, bilənlərlə özünü və yaxud da bilməyənləri müqayisə etməsi doğrudur, yoxsa doğru deyil. Allah Taala başqa bir ayədə, qardaşlar, buyurur: "Yu'til hikmete men yasha ve men yu'tal hikmete faqad utiya hayran kesira ve ma yezekkeru illa ulul albab." Əl-Baqara surəsi 269-cu ayə. Allah istədiyi kəsə hikmət bəxş edər. Təfsir alimləri icma edib ki, qardaşlar, yəni elm bəxş edər. Hikmət kəlməsinin mənası elmdir. Allah istədiyi kəsə hikmət bəxş edər. Bəxş edir. Allah Teala kimə hikmət vermişsə, kimə hikmət bəxş etmişsə, ona çoxlu xeyir bəxş etmişdir. Bunu isə ancaq düşüncəli insanlar anlayır. Baxın, ayə necə də dəqiqdir, qardaşlar. Çünki bu şeyin əsl etiraf edənlər, bu şeyi əsl etiraf edən, anlayan insanlar həqiqi şəkildə ağıl sahibləridir. Yəni, hər olan şeylərə insaf gözü ilə baxan insanlardır. Hər şeyin həcmini olduğu qədər verən insanlardır. Və həmçinin Allah Teala Quran-ı Kərimdə buyurur, Əl-Hucurat surəsinin 13-cü ayəsində: "İnnə əkramakum indallahi ətqakum." Bu xitab bütün insanlara aiddir, qardaşlar. Yəni Allah Teala bütün insanlara və xüsusən də müsəlmanlara, möminlərə xitab olaraq buyurur ki,
sizin Allah qatında ən hörmətli olanınız, ən qiymətli olanınız, ən dəyərli olanınız, ən məqamı uca olanınız Allahdan ən çox qorxanınızdır. Ən çox qorxanınızdır. İslam dini bununla seçilir qardaşlar, başqa inancılardan. Və yaxud da İslam dininin seçildiyi ən böyük amillərdən və yaxud da xeyirlərdən, zahiri şeylərdən biri budur. İslam dini insana puluna görə dəyər vermir. Malına görə dəyər vermir. Vəzifəsinə görə dəyər vermir. Hansısa qəbiləyə nisbət olduğuna görə dəyər vermir. Və yaxud da bir insanın gücünə görə dəyər vermir. İslam dinində ən ibrətli şey, Allah qatında qiyməti olan şey, insanların Allahdan qorxusu ilə ölçüb biçilir. Ona görə qardaşlar, bu ayəni başqa bir aya ilə uzlaşdıracağım və sonra hər iki ayənin ifadə etdiyi ən mühüm məsələyə toxunacağım. Burada diqqət yetirin və diqqətli olun və bu nöqteyi anlamağa çalışın. Deməli, birinci ayədə Hucurat surəsinin 13-cü ayəsində Allah Teala buyurur ki, sizin Allah qatında ən dəyərli olanınız, ən kəramətli olanınız Allahdan çox qorxanınızdır. Fatir surəsinin 28-ci ayəsində Allah Teala buyurur, İnnəmə yaxşallaha min ibadihil uləmə. Bayaqki ayənin təkididir, bayaqki ayənin təsdiqidir. Həqiqətən Allahdan qulları arasında ən çox alimlər qorxar. Burada həmin bayaq Hucurat surəsində keçən ayə umumə idi. Ən çox qorxanınız. Burada da Allah Teala xüsusiləşdirir ki, o çox qorxan dediyi qulları Allahın alim qullarıdır. Çünki əziz qardaşlarım, elm əhli icma eləyib ki, elm əhli, əhl-i sünnə vəl cəmaa icma eləyib ki, Allahın qorxusunu bildirən, Allahın qorxusuna dəlalət edən, Allahdan qorxmağa ən böyük işarə bir insanın Allahın əmrlərinə itaat etməsi ilə olur. Və yaxud da bir insanın Allahın əmrlərinə itaat etməsidir. Və Allah Taala'nın qadağanlarından çəkinməsidir. Və buna deyilir şəriətdə təqva. Allahın əmrlərini yerinə yetirən və qadağanlarından çəkinən təqvalı insan budur. Sual verirəm qardaşlar, bu nöqtəyə diqqətlə nəzər salın. Bir insan əgər alim olmasa, Allahın əmrlərini bilməyi mümkündür? Mümkün deyil. Yəni, bilə bilər bir əmri, iki əmri, 3, 4, 5, 10, 100 məsələni bilə bilər. Amma Allahın muradını, əmr etdiyi məsələləri, şəriətdə əməl olunması, tələb olunan məsələlərin əksəriyyətini ancaq elm əhli bilir. Deməli, bunu bildikləri üçün onlar təqva əhlidir. Və ən çox haramlardan çəkinən insanlar kimlərdir? O haramları bilən insanlardır. Ən çox bu haramları bilənlər kimlərdir? Elm əhlidir. Ona görə 10 haram olan şey bilənlə 100 haramı bilən eyni ola bilməz. İkinci məsələ qardaşlar, o da alimlərə təyin eləməyin nə qədər təhlükəli olması. Biz bildik artıq ki, alimlərin nə qədər fəziləti var. Kitab-ı sünnədən onların fəzilətini sübut edən çoxlu dəlillər var. Bunu bildikdən sonra müsəlmana layiq olan odur ki, artıq onlara təyin eləməkdən çəkinsin. Və alimlər həqiqətən əziz qardaşlarım, bu dinin, İslam dininin daşıyıcılarıdır. Daşıyıcıları. Yəni, İslam ümmətində o alimlər olmasa, oradakı müsəlmanlar həlak olar. Əgər İslam dinində bu alimlər bu İslamı daşımasa, növbəti insanlar şəriətdən bexəbər olar. Ona görə onlar bu İslamı daşıyanlardır möhtərəm qardaşlar. Necə ki Peyğəmbər sallallahu aleyhi və səlləm bayaq zikr etdiyim hədisdə buyurur ki, alimlər Peyğəmbərlərin varisləridir. Bugünkü gündə əgər alimlərimiz olmasaydı, Allahın iradəsindən sonra, Allahın iznindən sonra, əgər alimlərimiz olmasaydı, səhih sünnəni kim bizə gətirib çıxardardı? Haqqı bizə kim göstərərdi? Nə halaldır, nə haramdır, mütəşəbih olan, çox insanlara hökmü bəlli olmayan məsələlərdən necə çıxmaq lazımdır, onu bizə kim göstərərdi? Zəlalət əhlinin fitnəsindən, şərindən, İslama soxulan bu bidətlərdən bizləri kim çəkindirərdi? Kitab-ı sünnəni necə anlamaq lazımdır, biz hardan başa düşərdik? Bizim bidət əhlindən nə fərqimiz olardı? Və İslamın adı ilə yalan danışanları kim rədd eləyərdi? Kim onların danışdığı yalanları başlarına çaxardı? Kim onların fitnələrini dəf eləyərdi? Alimlərin olması, qardaşlar, olmaması, alimlərin olmasıdır bu şeylərə səbəb olan əsas məsələ. Hilal ibn Xabbab
rahimahullah deyir ki, Səid ibn Cübeyr rahimahullahdan soruşdum ki, insanların həlak olmasına, yəni bir cəmiyyətdə yaşayan insanların həlak olmasının ən böyük əlaməti nədir? Deyir, mənə Səid ibn Cübeyr dedi ki, alimlərin ölməsidir. Əgər bir ümmətin, bir toplumun içində alimlər ölübsə, alimlər onların aralarında yoxdursa, mənası odur ki, onlar həyatda olsa belə həlak olmuş bir qovumdur onlar. Çünki nə getdiyi yerləri bilmirlər, nə qayıtdığı yerləri bilmirlər. İslam dinində həqiqi həlak olmaq insanın mənəviyyətinin həlak olmasıdır, qardaşlar. Həqiqi pozuntuluq insanın mənəviyyətinin pozulmasıdır. Həqiqi xarablıq insanın mənəviyyətinin xarab olmasıdır. İnancının, dininin, əqidəsinin xarab olmasıdır. Həqiqi həlak mənası budur. Ola bilsin ki, insan bədənində xəstəlik tapa. Ən çox o insanın bu dünyadan köçməsinə səbəb ola bilər. Ölməsinə səbəb ola bilər. Həyatını dəyişməsinə səbəb ola bilər. Və bu da onun sonu deyil. Yeni bir həyatın başlanğıcı sayılır. Amma bir insanın mənəviyyəti, bir insanın inancı, əqidəsi pozularsa, bu insan nəinki dünyada həlak olar, ahirətdə onun durumu ondan daha betər olar. Ona görə qardaşlar, alimlərin olması insanların bu cür mənəvi həlak olmasının qarşısını alır. İmam-ı Tahavi rahmehullahın gözəl sözü var. Deyir ki, alimlər, yəni ki, növbəti nəsilə layiq olan odur ki, başda olan alimlərini ancaq gözəl şeylərlə zikr eləsinlər. Və kim baş olan, yəni ki, şöhrəti, elmində, ixlasında, əqidəsində sağlam olan alimləri pis şeylərlə zikr edərsə, o doğru yoldan azmış bir şəxsiyyətdir. Və bu barədə elm əhlinin sözləri çoxdur, möhtərəm qardaşlar. Abdullah ibn Mübarək rahmehullah deyir ki, mən istəxaffa bil uləmə zəhəbət əxirətuhu. Kim alimləri küçümsəyərsə, onlara yuxarıdan aşağı baxarsa, o insan ahirətini itirər. Məlik ibn Dinar rahmehullah deyir ki, kəfə bil mar'i şərran ən la yəkuna salihan və huvə yaqa'u fis salihin. Bir insana şər olaraq yetər ki, özü salih bəndələrdən olmasın və oturub durub salih bəndələrin arxası ilə danışsın. Əbu Dərdə radiyallahu anh deyir ki, mə nəhnu ləulə kəlimatul fuqaha. Biz heç nə olardıq əgər alimlərimizin bizlərə öyüd nəsiyyəti, bizlərə sözləri olmasaydı. Həsən-ül Basri rahmehullah deyir ki, əd-dünya kulləhə zulmə illə məcəlisəl uləmə. Dünyanın hər tərəfi zülmətdir. Bütün dünya zülmətdir. Elm əhlinin, alimlərin məclislərindən başqa. Çünki insanın orada qəlbi açılır, gözü nurlanır. İnsan nisbətən vicdanında rahatlıq tapır, qardaşlar. Bugün biz çox insanları görürük ki, xoşbəxtliyi və saadəti, qəlb rahatlığını əldə etmək üçün çox yerlərə əl atır, amma tapa bilmir. Nəyə görə? Çünki zülmətin harda olduğunu, nurun harda olduğunu bilmir. Xeyrin harda olduğunu, şərin harda olduğunu bilmir. Öz başına hərəkət eləyir. Ona görə öz başına hərəkət etmək insanı daima uçurumlara aparır. Qardaşlar, bugün görürük, bəzi insanlar heç də çəkinmir alimlərə təyin eləməkdən. Bəzən böyük alimləri ittiham eləyir. Deyir ki, onların bəziləri deyir ki, onlar mötəbər alimlər deyil. Onların bildikləri ancaq heyz və nifas məsələləridir. Bəziləri ittiham eləyir, alimləri küçümsəyir. Deyir ki, o da alimdir, o filandır, mən də filanam. Bəziləri ittiham eləyir alimləri, deyir ki, onlar saray və sultan alimləridir. Bəziləri onları yaltaqlıqla ittiham eləyir. Mən nəzərdə tutduğum qardaşlar, həqiqi İslam alimləridir. İslam alimlərini belə bir iftira etmək ən böyük yayılmış xəstəliklərdəndir və ən böyük haram olan məsələlərdəndir. Çünki mən qəsd elədiyim xüsusi sizə biraz sonra inşallah misallar çəkəcəm. Çünki öncədən bunu bilməmiz lazımdır ki, hansı ki dərsin əvvəlində qeyd elədim ki, mənim danışdığım söhbət alim paltarını geyib və yaxud özünün alim ləqəbini daşıyan və yaxud da özünü alim kimi göstərməyə çalışan və yaxud insanların dilində sadəcə alim kimi dillər əzbər olanlardan getmir söhbət. Həqiqi alimlər tərəfindən fəziləti və alimliyi etiraf olunan şəxslərdən gedir söhbət. Və onların Rabbani alimlər olduqlarına dair elm əhlinin sözləri olan alimlərdən gedir söhbət. Allahdan böyük şəkildə
qorxan və ömrünün çoxunu elmə sərf edən alimlərdən gedir söhbət. Və əsas söhbətin başında qardaşlar sahabələr gəlir. Əsas söhbətin başında tabeinlər gəlir. Əsas söhbətin başında tabeinlərin alimləri gəlir. Əsas söhbətin başında 4 məzhəbin imamı gəlir. Və onların yolu ilə gedən ən məşhur imamlar gəlir. Və xüsusən də Şeyxülislam İbn Teymiyyə kimi, İbnül Qayyim kimi, İmam-ı Nəvavi kimi, İmam İbn Rəcəb kimi, İbn Kəsir kimi və İmam-ı Şəvkani kimi və həmçinin müasir alimlərdən əziz qardaşlarım Muhammed İbn Abdülvahhab kimi, Şeyx Albani kimi, İbn Baz kimi, Şeyx Muhammed İbn Salih el-Uteymin kimi, Şeyx Fovzan kimi alimlərə tən etməkdən danışıram. Mənim nəzərdə tutduğum ilk öncə bu şəxsiyyətlərdir. Hansılar ki, xüsusilə onların adlarını zikr elədim. Bu müasir alimlərdən zikr elədiyim, bunların fəzilətini, əziz qardaşlarım, biz bir dərsdə, 2 dərs, sadəcə müasirlərin və bayaq adını çəkdiklərimin fəzilətlərini, onların nə qədər fədakar olduqlarını, nə qədər İslama və İslam ümməti üçün çalışdıqlarını, nə qədər onların nəinki nəfs məsələləri, pul arxası ilə getmək, hakimiyyəti yaltaqlamaq, bu şeylərdən nə qədər uzaq olmağı barəsində danışsaq, bir neçə belə məclislərə ehtiyacımız var. Sadəcə, mən onu demək istəyirəm ki, bu dərsimizdə belə olan alimlərin, bu səviyyə çatmış alimlərin arxası ilə danışmaq hidayətdən sonra zəlalətdən başqa bir şey deyil. Onların arxası ilə danışan insanlar, əziz qardaşlarım, 2 sinifdən biridir. Ya onlar İslamın açıq-aşkar düşmənləridir, qəlbləri küfür və nifaqla dolu insanlardır, onların gözdən salmağa çalışır ki, onların ümmətdə etibarı olmasın. Sonra meydan o kafirlərə, o münafiqlərə qalsın. Ya da onların arxası ilə danışanlar həqiqi şəkildə onları bilməyən, onları tanımayan cahil insanlardır. Bunun üçüncüsü yoxdur. Amma bugünkü gündə az da deyil ki, alimlərin paltar libasından geyinsin, cələbiyyə ilə gəlsin, başında əmmamə olsun və danışanda alimlərin dili ilə danışsın, özünə alim, alləmə və s. kimi, şeyx və s. kimi vəsflərlə vəsifləndirilməyi sevsin və belə şeylərin qarşısını almağa çalışmasın və alimlərin, sultanların və hakimlərin əlinin ayağının altında gəlsin və onların yanında hörməti olsun deyə çalışanlar da az deyil. Yaltaqlıq edənlər də az deyil. Şəxsi mənfəətləri öz maaşı və dövlətdə mənzil məqam tutmaq üçün dinin adı ilə danışanlar da az deyil. Mən danışdığım, bayaq adını çəkdiyim xüsusilə onlardır. Və onların yolu ilə gedən alimlərdir. Bu kim alimləri belə şeylərlə ittiham etmək, onlara saray alimləri demək, onlara qorxaq demək, yaltaq demək, sultan alimləri demək, bunların hamısı iftiradan başqa bir şey deyil. Və müsəlmana lazım olan bu cür çirkin ləqəblərdən, çirkin sözlərdən uzaq olmalarıdır. Bunların təfsilatını inşallah səbəblərdən danışdığımız zaman daha geniş toxunacaq. Lakin burada önəmli olan bir neçə sir olan məsələlərə toxunmaq istəyirəm qardaşlar. Hansı ki bunun bugünkü gündə ortada olmasında arxadan gizli olan məqsədlərdir bunlar. Arxada olan, çox insanın görmədiyi məqsədlərdir bunlar. Bugün nəyə görə alimlərə qarşı cinayət çoxalıb? Nəyə görə alimlər bugün gözdən salınmaq üçün adicə internetdə bir neçə şəbəkələr var. Kimlər şəbəkə adı? Kimlər tanımaq istəyirsə saray alimlərini buyursunlar, görsünlər. Və yaxud da min cür iftiralar, Kitab-ı Sünnə adını qoyaraq insanları ora cəzb eləməyə çalışırlar. Orada iştirak eləməyini tələb eləyirlər. Hər məclisdə görürsən ki, başında müqəddiməsində ümumi səna eləyir, sonra xüsusiyə gəldikdə isə alimləri təyin eləyir. Və onları gizlin, örtülü ibarələrlə gözdən salmağa çalışır. Və insanların əksəriyyəti ola bilsin ki, ilk dəfə eşidəndə etiraz eləyə, ilk dəfə eşidəndə qəbul eləməyə. Amma zaman içində o elə şəbəkələrdə, elə otaqlarda, elə saytlarda iştirak edəndən sonra, bir neçə vaxtdan sonra baxırsan ki, artıq onun əqidəsinə keçir. Sonra bu susmur. Sonra başlayır onun qulağına fısıldanılan şeyləri cəmaatın içində yaymağa. Burada qardaşlar, əsas məqsəd nədir? Bu qədimi bir siyasətdir. İslam düşmənləri tərəfindən alimləri gözdən salmaq qədimi bir siyasətdir. Bunu bilməmiz lazımdır. Bax, siyasət deyirəm qardaşlar. Qədimi bir siyasət. Çünki alimləri təyin eləmək həddi zatında onları gözdən salmaq deyil. Həqiqi mənası bu deyil.
alimlərin daşıdığı şəriəti tən eləməyə gətirib çıxardır. Və mən sizə örnək verəcəm tarixdən burada. Zaman içində bunları, bu dediyim şeyləri subut eləmək üçün, qəşəng anlamamız üçün sizlərə bir neçə dəlil və statlar gətirəcəm tarixdən. Lakin onu bilməmiz lazımdır ki, müqəddimə olaraq alimləri gözdən salmaq dedikdə, bugünkü gündə onu gözdən salmağa çalışmaq istədikdə məqsəd onların zatı deyil, məqsəd şəriətdir. Məqsəd İslamı darmadağın eləməkdir. Məqsəd kitab və sünnən insanların ayağına atmaqdır. Çünki onlar kitab və sünnəni uçurmaq istəyənlərin qabağında dağlardır. O dağları aşmaqla onlar şəriəti dağıtmaq istəyirlər. Buna ən məşhur dəlil, möhtərəm qardaşlar, tarixdə keçən, səhih hədislərlə rivayət olunan, Quran-ı Kərimdə buna dəlalət eləyən ən məşhur hadisə ifk hadisəsi. İfk hadisəsi, möhtərəm qardaşlar. Ayşə radiyallahu anhənin əxlaqsızlıqla ittiham olunma məsələsi bəzi münafiqlər tərəfindən. Baxın şəriətdə. Həddi zatında burada məqsəd Ayşə radiyallahu anhə deyil idi. Burada bu məsələnin ortaya çıxmağında, münafiqlərin bu məsələni ortaya atmaqlarında Rasulullahı ittiham etmək istəyirlərdi. Rasulullahın gətirdiyi şəriəti ittiham eləmək istəyirlərdi. Rasulullahın ən böyük yardımcısı olan malı ilə, canı ilə İslam'a xidmət edən Əbu Bakır radiyallahu anh'unu ittiham eləmək istəyirlərdi. Məqsəd burada bu idi. Çünki orada Ayşə radiyallahu anh'ını tən eləməklə demək istəyirlərdi ki, baxın, bir peyğəmbərin zövcəsi belədirsə, onun gətirdiyi şəriət necə ola bilər? Bir sahabənin qızı belədirsə, onun filana dostluğu necə ola bilər? Bunun arxasında onların məqsədi şəriəti dağıtmaq idi. Sünnəni ortadan qaldırmaq idi. Və müsəlmanların peyğəmbərə qarşı etibarını itirmək istəmələri idi. Ona görə bəzi şeylər var ki, ortada sirlər var ki, gözümüzü açıb bunu görməmiz lazımdır, möhtərəm qardaşlar. Və həmçinin fikir verin, Peyğəmbər sallallahu aleyhi ve sellem'dən sonra Əbu Hureyra radiyallahu anhuya nəyə görə tən edirlər? Bəzi yolunu azmış, küfrün və şirkin, nifaqın içində boğulmuş bəzi firqələr. Nəyə görə xüsusiləşdirirlər Əbu Hureyra radiyallahu anhuyu tən eləməyə? Çünki Rasulullah sallallahu aleyhi ve sellem'dən ən çox hədis rivayət edən Əbu Hureyradır. Ən çox Buxaridə, Müslimdə, Əbu Davudda, Tirmizidə, Nəsaidə, İbn Məcədə, Muvatta İbn Məlikdə, Musnad Əhməd İbn Həmbəldə, Musannaf Abdurrazaqda və başqa hədis kitablarında ən çox səhih hədislər Əbu Hureyranın rivayət etdiyi hədislərdir. Əbu Hureyranı tən eləməkdə onların məqsədi Əbu Hureyranın şəxsiyyəti deyil, Əbu Hureyranın gətirdiyi Rasulullahın nurudur. Əbu Hureyranın gətirdiyi Rasulullahın elmidir. Şəriəti dağıtmaq istəyirlər. Əbu Hureyranın özü deyil. Ona görə əziz qardaşlarım, bunu bilməmiz lazımdır ki, bu İslam düşmənlərin qədimi siyasətidir ki, alimləri, İslamın rumuzlarını, başçılarını, öndə gedərlərini, təsir edici şəbəkələrini, təsir edici başçılarını tən eləməklə onlar şəriəti dağıtmaq istəyirlər. Baxın, növbəti təyinə baxın. Sahih Buxarini tən eləyənlər var. Sahih Buxarinin içində hədislərin hamısının səhih olmadığını iddia eləyənlər var bugünkü gündə. Sahih Buxarinin içində keçən hədisləri tən eləməyə çalışırlar ki, müsəlmanların etibarını itirsinlər Sahih Buxariyə qarşı. Oradakı şəri əhkamları götürməsinlər. Və yaxud da götürməkdə tərəddüd etsinlər. Ən azından şübhələri oyansın. Çünki müsəlmanların bir dini məsdər olaraq Quran-ı Kərimdən sonra bir etibarlı kitabı olmayandan sonra gərək onda müsəlmanlar kimlərinsə əlinin altında oyun oynayacaq olsun. Kim nə danışsa gətirib deyəcək ki, bu zəifdir, bu uydurmadır, istəyən rədd ediləcək, istəyən rədd eləməyəcək. Bu cür şərlərə qapı açmaq istəyirlər, möhtərəm qardaşlar. Amma bir insan etibar olduqdan sonra ki, Buxaridə gələn hədislərin hamısı səhihdir, onu qəbul eləməkdə tərəddüd eləmir. Tərəddüd nə zaman ortaya gələcək? Ona tən eləyəndən sonra. Ona görə bu çirkin və iyrənc olan bu qədimi İslam düşmənləri tərəfindən olan siyasəti anlamamız lazımdır, möhtərəm qardaşlar. Baxın, bəzi qəlbində xəstəlik olan firqələr tərəfindən nəyə görə xəlifələr təyin olunur? Nəyə görə Əbu Bakır təyin olunur? Nəyə görə Ömər ibn Xattab təyin olunur? Nəyə görə Osman radiyallahu anh təyin olunur? Nəyə görə sahabələrin əksəriyyətini təkfir edirlər? Nəyə görə? Çünki İslam dininin ortada zahir olmasını istəmirlər. Allahın nurunun yayılmağını istəmirlər. Rasulullah s.ə.v gətirdiyi şəriətin aləmə hakim olmağını istəmirlər. Məqsəd budur.
Məqsəd budur, möhtərəm qardaşlar. Həmçinin müasir dövrdə də Şeyxülislam İbn Teymiyyə kimi və onun yolu ilə gedən İbnül Qayyim rahmehullah kimi və müasir alimlərdən Albani kimi, İbn Baz kimi, Useymin kimi alimlərə tən eləmək də həmin qabildəndir, möhtərəm qardaşlar. Həmin yöntəmdəndir, qardaşlar. Çünki bugünkü gündə onlar ümmətin ön alimləri sayılırlar. Onlara tən eləyəndən sonra kimdən götürəcəksən şəriəti? Kimin sözünü götürəcəksən? Kimin fətvasını götürəcəksən? Kitabların şərhinə baxmaq üçün, sələflərin kitabını anlamaq üçün kimlərin kitablarına baxacaqsan? Kimlərin sözünə baxacaqsan? Adını tanımadığın, kimliyini tanımadığın internet şəbəkəsindən mi gedib götürəcəksən dini? Yoxsa 2-3 kitab oxuyub özünü alim kimi göstərən, özünə şeyx alləmə deyənlərdən mi gedib götürəcəksən şəriəti? Kimdən götürəcəksən? Heç kimdən götürə bilməyəcəksən. Onlar bu alimləri gözdən salmaqla gəlin bizdən götürün, bizi onların yerinə qoyun demək istəyənlərdir. Onların halı budur. Amma dillə demirlər. Ona görə əziz qardaşlarım, burada ayıq olmamız lazımdır. Onlar kimi ola bilməsək də ən azından onları gözdən salmamamız lazımdır. Onların hörmətini, mərifətini, qədrini, qiymətini bilməmiz lazımdır. Sələflərdən bir gözəl şeir var. Təşəbbəhu bil kirami lam takum mislahum inna təşəbbuha bil kirami falahu. Deyir, elə salih insanlara, elm əhlinə, yaxşı insanlara oxşamağa çalışın. Onlar kimi olmasanız da, yəni onlar kimi olmağa çalışın, onlar kimi olmasanız da heç olmasa oxşamağa çalışın. Heç olmasa onların qədrini, qiymətini bilin. Ona görə əziz qardaşlarım, bugünkü gündə artıq şahid olmuşuq ki, bu belə böyük alimləri tən eləyirlər. Nə bilim, filanın gözü kördür, filan saat qayrandır, filan nə bilim sultanın əlinin altında işləyir, filan maaşına görə çalışır, filan. Allaha and olsun ki, qardaşlar, bu insanlar, bu alimlərə belə iftiraları atan insanlar, yəni ya qəlbi xəstə, İslam düşmənləri, ya da cahil, heç nə bilməyən insanlardır. Ona görə biz belə insanların sözünü nə eşitməmiz, nə nəql etməmiz, nə də belə insanlarla oturub durub dostluq etməmiz doğru deyil. Çünki alimin qədrini bilməyən insan, alimin haqqında dilini qoruya bilməyən insan sənin haqqında heç vaxt dilini qorumaz. Sənin heç bir xətana göz yummaz. Heç zaman sənin qədrini, qiymətini bilməz həyatı boyu. Ən küçük bir problemdə, sıxıntıda ən çox haqqında danışılan insan sən olacaqsan növbəti olaraq. Bu, əziz qardaşlarım, inkar olunmaz məsələlərdən biridir. İxlasla.com saytı tərəfindən təqdim olundu.